Salam, hər vaxtınız xeyir olsun. Bu sualın izahına baxaq. Sualın şərtində deyir ki, 2018-ci ildə Azərbaycanda əhalinin ümumi sayı 9898,1 min nəfər, kənd əhalisinin sayı isə 4660 min, 13 min nəfər olmuşdur. 2010-cu ildə şəhər əhalisi 4747,9 min nəfər olmuşdursa, şəhər əhalisinin orta illik artımını müəyyən edin. Ümumiyyətlə, hər bir ölkənin əhalisinin əsas hissəsini həm kənd əhalisi, həm də şəhər əhalisi təşkil edir. İndi 2018-ci ilin statistik məlumatına əsasən sualda bizə bir ümumi əhalinin sayı verilib. Bir də kənd əhalisinin sayı verilib. Deməli, bizə verilməyən burada nədir? Şəhər əhalisinin sayı. Şəhər əhalisinin sayını tapmaq olar. Ümumi ölkə əhalisinin sayından kənd əhalisinin sayını çıxsaq, yerdə qalmış əhali olur şəhər əhalisinin sayı. Yəni, 4898,1 min nəfərdən 4660,3 min nəfəri çıxsaq eləyir 5237,8 min nəfər. Bax, bu tapdığımız ədəd 2018-ci ildə deməli, şəhər əhalisinin payıdır. İndi bundan 4747,9 min nəfəri çıxsaq, 4747,9 min nəfəri çıxsaq, yerdə qalan ədəd olacaq deməli, 2018-ci ildən 2010-cu il hər iki ildə şəhər əhalisinin payı arasındakı fərq. Bu da eləyər 489,9 min nəfər. Bu oldu 2018 və 2010-cu ildəki şəhər əhalisinin payının arasındakı fərqlər. Burada bizə nə soruşur? Orta illik artımı müəyyən edin soruşur. Onda biz nə etməliyik? Tapdığımız bu ədədi illər arasındakı fərqə bölməliyik. Yəni 2018-dən çıxırıq 2010-u, qalır 8. 489,9 min nəfəri 8-ə böləndə eləyər 61,2 min nəfər. Yəni cavabımız olur D variantı.